çalışan müəllimlər qulaq asa bilər. Əsasən də bu mövzu lazımdır MİQ-çilərə. Deməli, bu nəzəriyyə nədir, mahiyyəti nədir? Bu haqda sizə məlumat verin müəllimlər. Dərin bilik nəzəriyyəsi, belə deyim, şagirdlərin nə etdiyinə və hansı işi yerinə yetirdiyinə deyil, həmin tapşırığı yerinə yetirmək üçün nə qədər dərindən düşündüyünə baxır. Yəni, onun mahiyyəti odur. Şagird bir tapşırığı nə qədər dərindən düşünür, hansı səviyyədə düşünür. Bax, bu dərin bilik səviyyəsinin mahiyyəti bundan ibarətdir. Və burada həmçinin də, yəni, bir tapşırıq tipi, məsələn, hamıya aid oluna bilər və hər bir şagird həmin tapşırıq ətrafında fərqli-fərqli səviyyə dərəcəsində düşünə bilər, fərqli dərinlikdə düşünə bilər və ona görə də bu UEB, yəni Norman UEB dərin bilik səviyyəsinin özünün mərhələlərə bölübdür, özünün mərhələsi var. Bu mərhələləri belə başa düşün müəllimlər. Bunu şagirdin, məsələn, səviyyələr arasında tapşırığın çətinliyi kimi yox, şagirdlərin getdikcə nə dərəcədə, hansı səviyyədə dərin düşündüyü kimi əlaqələndirin bu mərhələləri, hansı səviyyədə dərindən düşünür. Misal üçün, onlarda birinci mərhələ xatırlama mərhələsidir. Burada xatırlama mərhələsi sizə tanış gələcək. İdraki mərhələnin birinci mərhələsində biz xatırlamanı oxumuşduq da. Bax, bu xatırlama elə o xatırlamanın əlaqəlidir. Demək olar ki, eynidir. Burada, məsələn, əsas məqsəd yaddaşdan məlumatı geri çağırmaqdır. Bu nə deməkdir? Yəni, sizə hər hansı bir sual verilibdir, şagirdlərə verilibdir. Şagird yaddaşında var onu, geri çağırmaq odur ki, yəni xatırlayır. Yadına salır, məlumatı deyir. Misal üçün, terminlər olsun, tarixi faktlar olsun, adlar olsun və digərlər olsun. Kim, hansı, nə vaxt, misal üçün sual verirəm ki, Səfəvi dövləti nə vaxt yarandı? Səfəvi dövlətin yaradıcısı kim oldu? Harda yarandı? Bu kimi suallara cavab verir. Niyə? Çünki sən xatırlayıb cavab olaraq özünü olduğu kimi deyəcəksən. Xatırlama mərhələsində müəllimlər, hər hansı bir tapşırığın emalı yoxdur. Sadəcə olaraq məlumatı olduğu kimi şagird müəllimə çatdırır. Yəni, ona görə deyirik ki, bu dərin bilik səviyyəsinin ilkin mərhələsi hesab olunur. İlkin mərhələdir və hələ səthi mərhələdir də, çox dərindən düşünmür, səthi düşünür birinci mərhələdə. İkinci mərhələdə isə bacarıqlar və anlayışlardır. Bacarıqlar və anlayışlar mərhələsidir. Bu mərhələdə sadəcə artıq xatırlama yoxdur. Həm də öyrəndikləri bacarıq və anlayışlardan istifadə edir şagirdlər. Bir növ tətbiq etmə də var. Bunu siz hansı mərhələ ilə uyğunlaşdırın? Tətbiq etmə və anlama mərhələsindən yaxındır bu. Bax, oxşar fərqli bu mərhələdə biz ikinci mərhələdə. Birinci mərhələdə, birinci səviyyədə. Xatırlayaraq yadına salır, deyir, olduğu kimi deyir. Yeni nəsə emal yoxdur. Amma ikinci mərhələdə oxşar fərqli xüsusiyyətin müəyyən olunması var. Sonra əlaqələndirmək var ikinci mərhələdə, yəni bacarıqlar və anlayışlarda əlaqələndirmə var. Tətbiq var, oxşar fərqli xüsusiyyət var. Bir növ bu mərhələdə müəyyən dərəcədə idraki emal tələb olunur bu mərhələdə. Yəni, sadəcə təkrar eləmir də, müqayisə edilə bilir, müqayisə edilir. Misal üçün, iki personajı müqayisə edir, oxşar fərqli xüsusiyyətini. Bacarıqlar və anlayışlar mərhələsində. Olduğu kimi demir ki, müqayisə edə bilir bu mərhələdə. Sonra arasındakı əlaqələri göstərə bilir bu mərhələdə. Hadisənin səbəbini müəyyənləşdirə bilir. Səbəb var. Məsələn, sual verir. Burada məsələn bu mərhələdə bu suallar sizə verilə bilər. Şagirdlərə doğrusu. Niyə belə oldu? Bu hadisə niyə belə baş verdi? Necə baş verdi? Siz bu mərhələdə sadəcə olaraq çox dərindən düşünmürsünüz. Bacarıqlar və anladığınız qədər cavablandırırsınız, əlaqələndirirsiniz, oxşar fərqli xüsusiyyətini, səbəbini müəyyənləşdirib cavab verirsiniz. Bu ikinci səviyyəmiz oldu bizim, ikinci mərhələmiz oldu. Sonra gəlirik hansı səviyyə? Üçüncü səviyyəyə. Üçüncü səviyyədə müəllimlər strateji düşünmədir. Bu mərhələdə artıq şagird öyrəndiyi məlumatı sadəcə tətbiq etmir, həm də strateji şəkildə düşünərək onu yeni situasiyaya uyğunlaşdırır. Yeni situasiyaya uyğunlaşdırma var. Məsələn, bu mərhələdə şagird hansı üsulun daha uyğun olduğunu müəyyənləşdirir. Hansı üsul daha uyğun olar strateji düşünmədə?
Məlumatları təhlil eləmə var, fərziyyələr irəli sürmə var, strateji düşünmədə. Bir nəticəni əsaslandırma, yəni nəticəni faktlara əsaslandırma var da. Deməli, strateji düşünmədə nədir? Strateji olaraq müəyyən fərziyyələr irəli sürdük. Müəyyən, məsələn, öyrəndiyimiz məlumatı müəyyən həmin situasiyaya uyğunlaşdırdıq. Yeni situasiyaya uyğunlaşdırdıq. Sonra məsələn, bizə məlumat veriblər, tapşırıq veriblər. Onları təhlil edirik. Müəyyən fərziyyələr irəli sürürük, qərar veririk, nəticəyə gəlirik strateji düşünmədə. Amma yenə də çox dərinə getmirik, çox uzun getmirik strateji mərhələdə. Çünki bizi irəlidə genişlənmə mərhələsi gözləyəcək. Gəlin bu 3 mərhələnin üstündən keçək müəllimlər. Gəlin bu 3 mərhələnin, burada kimlər var? 3 mərhələnin üstündən keçək. Birinci oldu hansı mərhələmə? Mərhələmiz xatırlama mərhələsi. Xatırlama mərhələsi çox asan oldu. Yaddaşdan məlumatı geri çağırırıq. Xatırlayırıq, deyirik. Olduğu kimi çatdırırıq. Yeni nəsə emal yoxdur. Məlumatı olduğu kimi müəllima bildiririk. Sonra ikinci mərhələmiz oldu. Bacarıqlar və anlayışlar. Bacarıqlar, anlayışlar mərhələsində əlaqələndirmə var, tətbiq var. Bu mərhələdə şagird öyrəndikləri bacarıq və anlayışlardan istifadə edirlər. Hansı bacarığı öyrəniblər, hansı anlayışı bilirlər. Məsələn, öyrəndikləri arasında əlaqə yaradırlar bu mərhələdə. Baxın, əlaqələndirmənin buradakı nümunələrlə deyəcəm sizə. Deyir, 2 personajı, 2 hadisəni və ya 2 anlayışı müqayisə elə. Bu sizə hansı mərhələni xatırladır müəllimlər? Müqayisə eləmək, 2 personajdır, 2 hadisəni müqayisə eləmək, oxşar fərqli xüsusiyyətləri müəyyənləşdirmək sizə hansı idraki sahənin hansı mərhələsini xatırladır? Anlamaq. Bəli, burada anlama mərhələsi doğrudur. Sonra deyir, qısa mətnin, qrafikin və ya cədvəlin əsas ideyasını müəyyənləşdirib izah etmək. Sonra rutin riyazi məsələləri həll etmək. Riyazi məsələlərin düsturunu bilirsən, həll etmədə müəyyən ardıcıllıqlar var. Artıq sən ardıcıllıqları yerinə yetirirsən. Burada hansı mərhələ sizə tanış gəldi müəllimlər? İdraki sahədə. Prosedural tətbiq. Bəli, tətbiq. Deməli, bacarıqlar və anlayışlarda tətbiq də var, anlamaq da var, əlaqələndirmək var, oxşar fərqli xüsusiyyətlər. Görürsünüz nə rahatdır? Əslində idrak taksonomiyasından oxşar demək olar çox mərhələsi də əlaqələndiririk. Bu belə. Sonra 3-cü mərhələdə strateji idi. 3-cü mərhələmiz oldu strateji düşünmə. Strateji düşünmədə artıq, misal üçün dedik ki, şagird öyrəndiyi məlumatı təkcə tətbiq eləmir. Həm də strateji şəkildə düşünür və onu yeni situasiyaya uyğunlaşdırır. Görürsünüz, biraz daha dərin düşünür. Getdikcə görürsünüz, düşünmə dərinləşir. Ona görə deyirik, dərin düşünmə səviyyəsi. Düşünmə artır, dərinləşir. Artıq situasiyaya uyğunlaşdırırlar tapşırığı, məlumatı. Və bu mərhələdə şagird hansı üsulun daha uyğun olduğunu müəyyənləşdirə bilir və bu mərhələdə müəllimlər həm təhlilə, həm də yaratmaya uyğun gəlir. Çünki daha dərindən uyğunlaşdırır. Məsələn, əlində bir neçə material var, onlardan daha uyğunlu olaraq seçir, uyğunlaşdırır, müəyyənləşdirir. Məlumatı təhlil edici strateji düşünmədə. Fərziyyələr irəli sürə bilir, strateji qərarlar verir. Və yekunda nəticəsində əsaslandırır. Bu da var. Yekunda nəticəni əsaslandırma var. Bu da oldu strateji düşünməmiz. Var sonra 4-cü səviyyəmiz genişləndirilmiş düşünmə deyirlər müəllimlər. Genişləndirilmiş düşünmə ən yüksək idrak səviyyəsidir. Yəni, bu mərhələdə şagird artıq təkcə bildiyi qayda və anlayışları tətbiq eləmir və yaxud da strateji şəkildə istifadə etmir. Artıq o zamanla topladığı biliyi, bacarığı birləşdirir. Onları tənqidi və yaradıcı düşünmə prosesində idarə edir. Bu nə deməkdir? Bax, birinci mərhələdə xatırladı, birinci səviyyədə səthi oldu. İkinci səviyyədə uyğunlaşdırma var idi, oxşar fərqli. Üçüncü səviyyədə biraz da düşünməsi artdı, strateji uyğunlaşdırma oldu. Amma 4-cü səviyyədə daha genişləndirilir. Niyə genişləndirir? Çünki bu müəyyən məsələn, bir neçə fəndir, bir neçə bilikdir, həyatda əlaqələndirmə eləyir və bu proses uzun bir zaman ala bilər. Bir neçə mövzu, bir neçə dərsi əhatə edə bilər. Hətta layihələr axadətini uzun bir mərhələ, bir ayda çəkə bilər.
Ona görə deyirik genişləndirilmiş mərhələdə səviyyədə proses düşünmə uzun çəkə bilər. Amma müəllimlər, bu ay demək deyil ki, hər uzun çəkən proses genişləndirilmiş düşünmədir. Nəyə görə? Çünki məsələn, sən əgər indiyə kimi sınanmış yolları, indiyə kimi hazır olmuş materialı uzun müddət olsa gətirib sən ərsəyə gətirib hamıya təqdimat edirsənsə, bu nə oldu genişləndirilmiş düşünmə? Sən orijinal nələrsə ortaya qoymalısan. Bayaq dedim, orijinal o yaratmaqdadır, yaradıcıdadır. Sən indiyə kimi istifadə olunmamış, orijinal olaraq, ilk olaraq sən materialı ortaya qoymalısan. Ona görə deyirik, uzun alır bu mərhələ. Bir neçə bilikləri biz müqayisə edirik, bir neçə fənləri çəl-çör edirik, müqayisə edirik. Ona görə bizim uzun vaxtımızı alır. Daha dərindən gedirik, daha dərindən təhlillər aparırıq. Və ona görə bu mərhələ olur genişləndirilmiş düşünmə. Bu qədər. 4 mərhələmiz oldu. Aydın oldu müəllimlər. Əslində yeni də olsa çox asan Birinci mərhələ biraz yaratmağa daha çox uyğun gəlir də. Yaratmaqda da gərək. Genişləndirilmiş düşünmə. Bəli. Bəli, burada məsələn tənqidi və yaradıcı düşünmənin təhlili var. İkisinin bir yerdə, axı həm tənqidi, həm yaradıcı düşünmə bizdə deyilən səviyyədədir axı. Bəli, doğrudur, yaradıcı da uyğun gəlir. Amma sırf yaradıcılıq məsələn desək, yaradıcılıq deməyək. Çünki məsələn bir stratejidə də bir gördük hardasa yaradıcılıq. Çünki uyğunlaşdırma var idi. Orada həmçə strateji yeni nəsə yenilik var idi. Orada da var idi. Amma fərqi odur ki, genişləndirmədə daha dərinnəndir. Bax belə bir sual verin. Bax belə Aynur müəllimə ilə tarixçisiz tarix sayəsindən gedək. Digər müəllimlərdə. Bax misal üçün, əgər mən desəm ki, elə gəlin Səfəvilərdir. Səfəvi dövlət neçənci ildə yarandı? Siz xatırlama, səhvdir, yəni birinci səviyyədə xatırlama səviyyəsidir. Yadıma salıb deyəcəm də müəllim son. Yadıma salıb deyəcəksiniz. Məsəl üçün, mən Səfəvilər dövləti ilə Nadir Şah imperiyasının oxşar fərqli xüsusiyyətlərini soruşsam, o da mənim ikinci mərhələdir. Anlayıb deyəcəm. Anlayıb artıq biraz daha dərindən düşünəcəksiniz. Amma məsələn, 3-cü mərhələdə strateji uyğunlaşdırma olacaq da. Misal üçün, mən Şah İsmailin strategiyası haqqında desəm ki, onun strateji uyğunlaşması haqqında sizə suallar versəm, siz onun yerində olsaz nə eləyərsiniz? Burada strateji uyğunlaşmadır. Amma desəm ki, artıq, misal üçün desəm, siz Səfəvi dövlətinin hökmdarı olaraq siyasətdə nə kimi tədbiqlər aparardınız, nə kimi islahatlar aparardınız ki, dövləti geniş düşünmədir. Bacarardınız. Görün, uşağa nə kimi dərin düşünmə tətbiq edirəm mən. Artıq deyirəm, sən özünü bir demirəm, kimisə yerinə qoy, onun strategiyasından yanaş. Deyirəm, sən özünü hökmdar kimi, o dövlətin idarəçiliyində nə kimi siyasət yeridərdin, nə kimi islahatlar yeridərdin ki, dövləti ayaqda tutmağı bacarardın. Görün, bunun dərin düşünməsinə, təhlilinə baxın. Ona görə bu genişləndirilmiş artıq düşünmə forması olacaq. Aydın oldu müəllimlər? Bəli, müəllim. Aydın oldu mu sizə? Əslində, yəni bu qədər asad və sadədir. Heç çox da dərinə getmək istəmirəm ki, bir dəqiqə, çox da dərinə getmək istəmirəm. Artıq cümlələr, sözlərə də ehtiyac yoxdur. Sizi yormaya ehtiyac yoxdur. Bundan ibarətdir. Bu mövzu UB-nin mövzusu, Doktor Norman UB-nin mövzusu bundan ibarətdir. Sadəcə 4 mərhələ, 4 düşünmə forması. Əsasən bu müəllimə nəyə görə lazımdır ki, şagirdlərdə müəyyənləşdirə bilək bu mərhələni. Məsələn, tapşırığı vermişsiniz, tutaq ki, deyirəm ki, ixtisas müəllimlərdən kimi deyim, Zeynəb müəllimə tapşırıq veribdir şagirdə. Məsələn, bu tapşırıq hamıya eyni cür verilibdir.